İzaha keçməmişdən əvvəl qeyd edeyim ki, buraxılış imtahanını verdikdən sonra fizikadan blok imtahanına hazırlıq üçün müraciət edə bilərsiniz. Həftənin 5 günü dərs olacaq, bütün proqram tam təkrarlanacaq, qəbullar, sınaqlar işlənəcək, model testlərə baxılacaq. İndi isə keçək sualın izahına. OX oxu üzrə hərəkət edən cismin sürət zaman qrafiki verilib. Deyir ki, hərəkət müddətində cismin orta sürəti 6-dır. Birinci hissədəki təcili tapın. Bunun yolu da, yer dəyişməsi də elə bu fiqurun sahəsi ilə tapıla bilər. Onsuz da istiqamət dəyişməyib, yol yer dəyişməyə bərabər olacaq. Əvvəlcə fiqurun sahəsini tapıb 20 saniyə müddətində getdiyi yolu müəyyən eləyək. Çünki orta sürətin düsturu V orta bərabərdir. S ümumi bölünsün T ümumidir. Ümumi yolumuz bu trapesiyanın sahəsidir. Bura 10'dur. 10 üstə gəl 20 böl 2 vur hündürlüyü də ki V ilə paraleldir. Bu S ümumidir. İndi bunu T ümumiyə bölək. T ümumi də ki buradan bura qədərki müddətdir. Yəni 20'dir. Aha, bölək 20'yə. Və bərabər eləyək 6'ya. Şərtə görə orta sürət 6'dır. 15V bölünsün 20 bərabər 6. Buradan da V'ni tapıram. 6 vurulsun 20 bölünsün 15. Aha, buradan da 8 alıram. Deməli, sürət 8'dir. Məndən də təcil istəyir. A bərabərdir. V çıxılsın V0 bölünsün T'dir. Son sürət 8. Başlanğıcı 0. 0'dan başlayıb. Zaman da ki burada 10'dur. 0,8 olacaq təcildə.